Qusar şəhərində baş verən bu hadisə ciddi sual yaradır. Magnetstori mağazasından alınan Qusar Natural limonatının içərisində bulanlıq aşkarlanıb. Məhsulun keyfiyyəti ilə bağlı şübhə yarandıqdan sonra satıcıdan istehsalın ünvanını soruşulub. Bildirilən ünvana Çingiz Qurbanov küçəsi 24-də gedən media nümayəndələri isə tamamilə fərqli mənzərə ilə qarşılaşıb. Onları görən kimi sexin qapıları bağlanır, heç kəs yoxdur deyərək məsuliyyətdən yayınmağa çalışırlar. Amma məsələ bununla bitmir. Sexin arxa hissəsinə keçən zaman ortaya çıxan görüntülər sözün əsl mənasında şok edir. Ərazi sanki qida istehsal yeri yox, tövləni xatırladır. Tullantılar açıq şəkildə sexin arxasına atılır. Gigiyena qaydalarından isə əsər əlamət belə yoxdur. Bu cür şəraitdə istehsal olunan məhsul insanların sağlamlığı üçün nə qədər təhlükəlidir? Bunu təsəvvür etmək çətin deyil. Faktla bağlı dərhal Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyini məlumatlandırdıq. Hazırda araşdırma nəticələri gözlənilir. Amma sual açıqdır. İnsanlara satılan bu məhsullar kimlərin nəzarətindədir? Və daha nə qədər belə hallara göz yumulacaq? Sizi ilə mən Nüsrət Sakitoğlu, Press Xəbər.